Hamıya salam. Bu gün Düratın itməyi, digər adı Koroğlunun balaca səfəri olan qolunu təhlil edəcəyik. Yenə də yaz ayları gəlmişdi. Hadisələr yaz aylarında baş verir. Hadisələrin yaz aylarında baş verən digər əsərlər məni candan usandırdı. Dəhnamə, Leyli və Məcnun, hansı ki Leyli və Məcnunun çəmənlikdə rastlaşması səhnəsi, Qurbanəli bəy, Aldanmış Kəvakib, Hekayət-i Müsyö Jordan və Dərviş Məstəli Şah, Dağlar qoşması, Dəli Kür kimi əsərlərdə də hadisələr yaz aylarında baş verir. Çənlibeldə başqa bir aləm var idi. Hər tərəf al yaşla bürünmüşdü. Elə idi ki, gül-gülü, bülbül çağırırdı. Necə deyərlər, lalələr bənövşələrə göz vururdu. Sıldırım qayalarda xınalı kəşdiklər qaqqıldaşırdı. Bülbüllər Koroğlunun səsinə səs verirdi. Çənlibelin ətəklərində ot, adam boyu qalxmışdı. Koroğlunun ipə sapa yatmayan, qoruq qaytaq bilməyən ayğırları ilxi ilə göy ota buraxılmışdı. Baxın, bu hissədə peyzaj nümunəsi var. Peyzaj var burada. Koroğlu bu yaz Düratı da ilxiyə qatdırmış. Deməli, Koroğlu bu yaz Düratda ilxiyə qatılır. Bu qolda Dürat Həmzənin Qıratı qaçırması qoluna nisbətən daha güclü təsvir olunub. Həmin qolda zəif təsvir olunmuşdu. Dürat ola, çöl ola, xam dəli ayğırlar ola. Olmuşdu dəli çox bir şey. Day bir atla yola getmirdi, tətikləşirdi, qapışırdı, vuruşurdu. Day o necə deyərlər, ilxini götürmüşdü başına, eləmişdilərik giryan. Yenə də günlərin bir günündə Düratın nadincliyi tutdu. Atların birini vurdu, birini qapdı, axırda hamısını qabağına qatdı. Çənlibeldən aşağı töküb qovmağa başladı. İlxinin ağzı düşdü çöllü bəyri biyabana, yəni çox uzaqlara apardı. Get hacet, ilxi dağlar aşdı, düzlər keçdi, yamaçlar dırmandı, enişlər endi, gəlib Ballıcada Qaraxan deyilən bir xan var idi, onun qoruğuna doldu. Deməli, Qaraxan Ballıcada yaşayır, Qaraxan özü tutmamışdı, Dürat özü ilxini gətirmişdi Qaraxan qoruğuna. İndi eşit Qaraxandan. Qaraxan əzazil bir xan idi, yəni çox pis bir xan olubdu. Çox az adam tapılardı ki, onun əlində sinədağlı olması, yəni hamı yox, bəzi adamlar onun əlində sinədağlı idi. Sinədağlı olmayanlar isə özü kimi idi da. Özü kimi pis adamlar idi. Özü də yaman tamahkar idi. Kimdə bir şey, yaxşı şey görsəydi, ya xoşlaya, ya hiylə elə, ya da ki, bunların heç birisi baş tutmayanda zorla tutub əlindən alardı. Bu isə ağıllı uşaq nağılındakı şah obrazını yada salır. Dayıcamaat onun əlindən zinhara gəlmişdi. Hər yerdə özünü elə göstərirdi ki, güya İran padşahının qohumudur. Odur ki, qorxudan heç kəs ona bir söz deyə bilmirdi. Elə ki, Koroğlunun ilxisi gəlib onun qoruğuna doldu. Burada özünü İran padşahının qohumu kimi göstərir. Nökərlər gəlib əhvalatı Qaraxana xəbər verdilər. Qaraxan o saat hökm elədi ki, ilxini haylayıb gətirsinlər. Qaraxan adamları ilxini aparmaqda olsunlar. Sənə kimdən deyim? Koroğludan. Koroğlu Çənlibeldə idi. Ələmqulu xanın yanından qayıdandan sonra hələ səfərə zada getməmişdi. Bir də ilxıcı başlı oğlu gəldi ki, bəs ilxi itib. Koroğlu əvvəl buna əhəmiyyət vermədi. Elə keçdi, bəs Dürat da itib, qəzəbləndi. Deməli, ilk öncə Koroğlu əhəmiyyət vermir, amma Düratın itdiyini eşidəndə qəzəblənir. Koroğlu elə bir nərə çəkdi ki, bütün Çənlibel titrədi, dağlar, daşlar səs-səsə verdi, dəlilər hamısı tökülüb gəldilər. Aldı Koroğlu nə dedi? Hoydu dəlilərim, hoydu oğullar, hardasa Düratım tapılsın gərək. Aman çəksin əlimizdən yağalar, müxannət obası çapılsın gərək. Durub mərd meydanda göstərəm hünər, qənimlər nərəmdən eyləyər həzər. At üstə sağ-sola işlədək keşbər, qoşun qayalara səpilsin gərək. Qoç igid yalıyar, özü öz qanın, Koroğlu hər yana işlər fərmanın. İndi bəy paşanın, xodkarın xanın dəlisinə saman təpilsin gərək. Deməli, burada Koroğlu elə bir nərə çəkdi ki, burada mübaliğə var. Dağlar, daşlar səs-səsə verdi, burada metafor var. Dəli Mehtər tez atlandı. Dəlilərdən, Mehtərlərdən bir neçəsini yanına alıb ilxini axtarmağa getdi. Dəli Mehtər, deməli bu Həmzənin Qıratı qaçırması boyunda da xəbəri gətirən Dəli Mehtər idi. Amma sən de ki, ilxi hayanda idi. İlxi odur Qaraxanın qoruğunda. Dəli Mehtər axtarır Çənlibelin köfşənələrini. Hər yeri bir-birinə vurdular. Dağ-daş əldən ayaqdan saldılar. Axırda kör peşman Çənlibelə qayıtdılar. Koroğlunun dərdi bir idi, oldu min. Dəlilər başladılar ona ürək verib yoşutmağa ki, ay Koroğlu, niyə bu qədər cəza-fəza eləyirsən? İlxidir, görəsən ağzı hayana düşüb, çıxıb gedib. İtməyəcək ki, harda olsa tapılacaq. Qorxudan kimsən ilxina gözünün ucu ilə baxa bilər. Dəlilər çox dedilər, Koroğlu az eşitdi. Nə qədər elədilər, yoşmadı ki, yoşmadı. Elə olmuşdu ki, acığından bığlarını gəmirirdi. Bu, acığından bığlarını gəmirməsi Həmzənin Qıratı qaçırması boyunda da var. Deməli, bu Koroğlunun xüsusiyyətidir. Nigar gördü, yox, Koroğlu soymaq bilmir, elə bir yanmış kürədir, getdikcə qızır, axırda dedi, ay Koroğlu, hirslənəndə soymaq bilmirsən, indi nə olub axı, ilxidir, itib tapılar da. Koroğlu Nigarın cavabında aldı görək nə dedi. Nigar Düratın itməyi yandırır, məni yandırır.
Əməyim zaya getmə, yandırır məni yandırır. Alnımdakı qalın qatlar, düşməni görsə bağrı çatlar. Candan əziz bədöyotlar, yandırır məni yandırır. Sinəmin düyünü dağı, müxənnət meydan açmağı, mən dəliyə sataşmağı, yandırır məni yandırır. Yaradan hoyma yetə, bu müşkün mətləbim bitə. Dürat da qıratdan ötə, yandırır məni yandırır. Koroğluyam deyim düzü, saymaram 50-ni yüzü. Hər cayının tənə sözü yandırır məni yandırır. Burada da 8 hecadan ibarətdir. Gəraylıdır. Yandırır məni yandırır gəraylısıdır. Nigar dedi: "Yaxşı, axır acınmaqdan, dodaqlarını çeynəməkdən bir şey çıxmayacaq. Tədbirin nədir onu de." Koroğlu sazı döşünə basıb bir dəfə dəlilərə baxdı, dedi: "İndi bir mərd dəli gərək tapsın mənim düratımı, bəslənəndə quzu kimi, miniləndə kür atımı. Kişnəyib meydanda gəzən, hərdən sağa sola süzülən, düşmanın başını üzən bir əsrənmiş nər atımı. Həmişə olan gücündə, şeşbər atla üstündə, hünər göstərib dar gündə düşürməyən ər atımı. Koroğluyam, yol güdərəm, düşman bağrını didərəm, atlanla özüm gedərəm, çəkin mənim qıratımı." Baxın, burada Həmzənin qıratı qaçırması boyunda piyada gedir, amma bu boyda atlanıb gedir. Dəlilər hamısı qalxdılar ayağa, ləpirçilər düşdülər qabağa. Koroğlu özü də başladı geyinməyə. Elə bu dəmdə bir də gördülər ki, budur, keşikçilər bir adam gətirir. Yaxınlaşanda Koroğlu baxdı ki, çiynində kəpənəyi, əlində dəyənəyi cavan bir oğlandır. Özü də şəstli, bəsli, bəzburutlu bir şeydir. Soruşdu keşikçilərdən kimdir bu? Keşikçi dedi: "Bilmirəm, nə qədər elədik demədi, səni görmək istəyir." Koroğlu dedi: "Bala, kimsən, nə istəyirsən?" Oğlan qabaqca salam verdi. Koroğlu ələyi çaldı. Onda oğlan Koroğludan soruşdu: "Hələ bir qabaqca deyin görüm, sizin ilxiniz itib ya yox?" Koroğlu dedi: "Hə, itib necə?" Oğlan elə bir arxayınladı, dedi: "Qoy hələ bir nəfəsimi dərim, yorulmuşam." Koroğlu dedi: "Əyləş." Oğlan əyləşdi, patavalarını açdı, sarıqlarını çıxartdı, bir tərəfə qoydu. Sonra corablarını çıxartdı, onları da bir tərəfə qoydu. Ondan sonra başını qaldırıb dedi: "Koroğlu, mən Ballıcalı Qaraxanın Mehdəriyəm. Budur 3 gündür ki, sənin İlxını Qaraxan tutub. Deməli, Qaraxanın Mehdəri Koroğlunun yanına gəlib, ona xəbər verir. Gəlmişəm sənə xəbər verməyə. Dürat da İlxinin içindədir. Mən də elə ondan bildim ki, bəs sənin İlxındır." Koroğlu elə bunu eşidəcəkdi ki, yerindən qalxdı, dedi: Dəli Həsən dedi: "Bəli, qoç Koroğlu, mən gəlincə bu oğlanın üstündə gözün olsun." Dəli Həsən dedi: "Baş üstə." Deməli, oğlanın üstünə Dəli Həsəni qoy. Dəli Həsən onlarla bərabər getmir. Ondan sonra Koroğlu üzünü dəlilərə tutub dedi: "At belindən mərd dəlilər, Ballıcaya səfərim var. Dava günü qurd dəlilər, Ballıcaya səfərim var." Buradan da öyrəndik ki, Qaraxan Ballıcada yaşayır, oturur. Hünər elər qoç oğlu qoç, qorxar keçməz yanından köç. Alın ələ misri qılınc, Ballıcaya səfərim var. Hədyan sözə bəli deməm, müxənnət çörəyin yeməm. Qoy düşman bilsin mən kiməm, Ballıcaya səfərim var. Çeşbərim susayıb qana, düşmanlarım gəlib cana. Qan utdururam Qaraxana, Ballıcaya səfərim var. Koroğluyam budur sözüm, müşkün işə necə dözüm. Heç qovaqdan doymaz gözüm, Ballıcaya səfərim var. Koroğlu sözünü tamam eləyib, quş kimi sıçradı qıratın belinə. At bir dəfə kişnəyib iki dal ayağı üstə qalxdı. Dəstənin qabağına düşdü. Dəstə Ballıcaya üz qoydu. Yolları, yamaçları üz elədilər. Dağları, daşları düz elədilər. İldırım kimi süzüb Ballıcaya çatdılar. Koroğlu dəliləri kənarda qoydu. Özü ilxıçı paltarı geyinib, özünü ilxıçı kimi təqdim eləmək istəyirdi. Altdan da misri qılıncı bağladı. Misri qılıncı bağlamağı həm də Vaqif əsərində Eldar obrazına da aiddir. Şəhərə girdi. Gəzə-gəzə dolana gəlib Qaraxanın yanına çıxdı. Qaraxan 3 gün idi ki, İlxını tutmuşdu, amma bir nəfər olsun İlxiyə yaxın durmurdu. Qaraxan nə qədər döyürdü, söyürdü, qorxudurdusa, yenə də bir şey çıxmırdı. İlxıçılar, Mehdərlər bilmişdilər ki, İlxi Koroğlunundur. Odur ki, bir adam yaxın düşmürdü. Yenə də Qaraxan İlxıçıları, Mehdərləri yığmışdı başına. Bir də baxdı ki, budur, bir adam gəlir, bir adam ki, elə bir Rüstəm Zaldır. Koroğlunu Rüstəm Zala bənzədir. Amma pal-paltarla İlxıçıya oxşayır. Ürəyində sevindi ki, bu çox yaxşı oldu. Elə bunu götürərəm İlxıçı, tapşıraram İlxini buna. Gərəz o qədər gözlədi ki, Koroğlu gəlib çatdı. Ədəblə əlini döşünə qoyub Qaraxana salam verdi. Qaraxan ələyi çalıb soruşdu: "Ay, kimsən? Deyəsən pal-paltarla İlxıçıya oxşayırsan." Koroğlu dedi: "Bəli, İlxıçıyam. Neçə ildir ki, Çənlibeldə Koroğlunun İlxısını otarırdım. Budur bir ay olar ki, məni çıxardıb qovub."
Qaraxan soruşdu, niyə çıxardıb qovdu ki? Koroğlu dedi, mənə dedi ki, dayı bəsdir, bu qədər ilxıçı oldun. Gəl indi mənə dəli ol, mən boynu qoymadım, o da qəzəblənib məni qovdu. Xan dedi, səni Koroğlunun ilxısına göndərsəm gedərsənmi? Koroğlu baxdı ki, oğlan doğru deyirmiş, ilxı buradadır. Özünü bilməməzliyə vurub soruşdu, necə yəni Koroğlunun ilxısına? Qaraxan lovğalına dedi, Koroğlunun həmin ilxısı bu saat buradadır, gətirtmişəm. Koroğlu özünün lap avamlığa vurub soruşdu, necə gətirtmisən? Gətirtmişəm də, nə işin var, necə gətirtmişəm? Mən gətirdərəm. Koroğlu qəsdən soruşdu ki, yaxşı xan, birdən Koroğlu bildi, onda nə eləyəcəksən? Xan dedi, bilsin də, bilmiş mənə nə eləyəcək? Dayı burada Koroğlu özünü saxlaya bilmədi, dedi, meydana girəndə pələng pəncəli, dağıdar elini, gəlsə Qaraxan, qıratın üstündə qılınc oynadar, lal elə dilini, gəlsə Qaraxan. Mənəm deyib, yekə danışma belə, görməmsən zərbi dəstini hələ. Qaldırar başına, qırar gürz ilə, belini yəqin bil, gəlsə Qaraxan. Talar dövlətini, aparar malın, dağıdar varını, yaşılın alın. Yıxar evin, yaman eyləyər halın, sovdurar gülünü, gəlsə Qaraxan. Çətin qoç Koroğlu, qorxa üşünə, yetər yağların 7-5-nə, hayqıranda qatar qırat döşünə, bağlayar qolunu, gəlsə Qaraxan. Koroğlunun bu sözünə Qaraxan acığı tutdu, dedi, mən dedim, mənə ilxıç ol demədim, Koroğlunu mənim üstümə çək gətir. Bir də sən nə çox Koroğlu deyirsən. Koroğlu biri atsız sansız gələnin birisi. Mən xan, özü də İran padşahının qohumu. Yenə İran padşahının qohumu olduğunu bildirir. Koroğlu gəlmiş mənə nə eləyəcək? Qoy lap gəlsin, onu bir Koroğlu eləyərəm ki, bir də yanından çıxar. Koroğlu baxdı ki, yox, Qaraxan özündən çox müştəbehdir. Elə bir istədi paltarı atıb desin, mən Koroğluyam. Özüm də budur, gəlmişəm. Sonra lənət şeytana eyləyib, aldı sazı dedi. Yox xan, sən səhv eyləyirsən. Demək ki, Koroğlu təkdir. Saysız sansız dəlisi var. Dəmirçioğlu, Bəlli Əhməd, Eyvaz, İsabalısı var. Burada da Dəmirçioğlunun, Bəlli Əhmədin, Eyvazın, İsabalının adını çəkir. Namətlərdən durar İraq, mərdlər üçün arxa dayaq. Billur şüşə, eyvan otaq, döşəməyə xalısı var. Dara düşsən eylər kömək, dava günü dosta gərək. Açar süfrə verər yemək, qeyrəti var, namusu var. Koroğlunun uca boyu, hər yerdə tutulur boyu, çənli beldə götür qoyu, ağır oba ulusu var. Qaraxan bunun belə diri danışmağından şübhələnmişdi. Düzdür, Koroğlu olmağını güman eləmirdi, amma elə ürəyinə üşütmə düşmüşdü. Dedi, sən deyəsə şərə şura adamsan. Bizimki səndən tutmaz. Yaxşısı budur ki, çıx buradan get, səndən ilxıçı olmaz. Deməli, Həmzənin qıratı qaçırması boyunda paşalardan biri şübhələnir. Amma Düratın itməyi boyunda, qolunda Qaraxan özü şübhələnir. Bunu deyib Qaraxan döndü getsin. Koroğlu baxdı ki, Qaraxan əkilmək istəyir. Aman verməyib onu yaxladı. İlxıçız paltarını soyunub kənara atdı. Bir nərə çəkdi. Qaraxanın qulaqları batdı. Tez adamlarını köməyə çağırdı. O tərəfdən də dəlilər Koroğlunun nərəsini eşidib sirmə qılınc töküldülər. Ara qarışdı, dava başladı. Davanın şirin yerində Koroğlu özünü Qaraxana yetirdi. Misri qılınc havada parıldayıb Qaraxanın təpəsində elə gözdən itdi ki, elə bir ildırım yerə soxuldu. Qaraxan bayaka cəhənnəmə vasis oldu. Qoşun Qaraxanı ölmüş götürüb davam gətirə bilmədi. Qırılan qırıldı, qalan qaçdı, dağıldı. Dəlilər qiymətdə ağır vəzində yüngün nə varsa götürdülər. Düratla bərabər ilxını da qabaqlarına qatıb gəldilər çənli belə. Dağ aşıb düz keçib gəldilər. Nigar xanım qabağa çıxdı, Koroğlu atdan düşdü. Qaraxanın mehdərini gətirdilər. Koroğlu ona bir at, bir də qılınc bağışlayıb dəlilərin içinə qatdı. Məclis quruldu, keflər duruldu, saqi dolandı, ruh təzələndi. Nigar əlində badə Koroğlunun yanına gəldi, dedi. Ay Koroğlu, bilirəm sən səfərdən davasız, şəvasız qayıtmazsan. De görüm, Balıca səfəri necə keçdi? Kimlə qabaqlaşdın, kimlə dalaşdın? Koroğlu badəni alıb içdi. Üç telli sazı döşünə basıb dedi. Balıcada açdım meydan, müxənnət dilədi aman. Qabağından qaçdı düşman, yana deyim telli Nigar. Nərəm davada qızğın nər, dünyada göstərdim hünər. Boyandı əlimdə şeşbər, qana deyim telli Nigar. Müxənnətin üzü gülməz, namət dostun qədrin bilməz. Koroğlu hünəri gəlməz, sana deyim telli Nigar. Deməli, qolumuz beləliklə bitdi. Təhlilə nəzər yetirək. Ballıcalı Qaraxan özünü İran şahının qohumu kimi təqdim etməklə cəmaatı qorxudurdu. Bayaq dediyimiz kimi Qaraxan Koroğlunun ilxısı ilə özü ilə aparmır. Dürat ilxını Qaraxanın qoruğuna aparır. İlxını mənimsəmək eşqinə düşsə də ilxıçı tapa bilmirdi. İlxıçılar ilxının Koroğluya aid olduğunu bildikləri üçün yaxın durmurdular. 3 gün idi ki, Qaraxanda olduğunu Koroğluya ilə Qaraxanın öz mehtərlərindən biri xəbər vermişdi.
və inanmır təbii ki də Koroğlu. Özü qalib gələnə qədər həmin gənci Dəli Həsənə tapşırır. Koroğlu həmin Mehdərə sonda at və qılınc bağışlayaraq öz dəlilərinə qoşur. Bu qolda ardıcıl olaraq işlənmiş şeylər gərək rədifli qoşması, yandırır məni yandırır gəraylısı, atımı rədifli gəraylısı, Ballıcaya səfərim var gəraylısı, Qaraxana müraciətlə deyil gəlsə, Qaraxan qoşması, var rədifli gəraylısı, bunlar işlənmişdi bu şeirlər. Qaraxan timsalında zülm ilə abad olanın axırı bərbad olar fikrinin doğruluğunu görmək olur. Çünki deyirik Qaraxan bayaka cəhənnəmə vasitədir. Yəni Koroğlu Qaraxanı öldürəndə o cəhənnəmə düşmüşdü. Qolumuz beləliklə burada da sonlandı.